Uğursuzluğun sirri, Blockbuster. Düşünülmemiş bir kararın dağıttığı imperiya. ...1990-cı illər. Dünyanın hər yerində sarı, mavi rəngli bir mağaza insanları özünə cəlb edirdi. Bu mağaza sadəcə kaset və DVD icarəsi yeri deyildi. Bu bir mədəniyyət idi. Bu Blockbuster'dı. Bəli, Blockbuster. Dünyanın ən böyük film və oyun icarəyə verən mağazalar şəbəkəsinin adı idi. Həmin illərdə Blockbuster demək, ev şəraitində film izləmək anlamına gəlirdi. Özü də təkcə ABŞ-da deyil, dünyanın dörd bir yanında minlərlə filialı olan nəhəng şəbəkəyə çevrilmişdi. Hər il milyardlarla dollar gəlir əldə edir, qazanc gətirirdi. Hətta elə məşhur idi ki, Hollywood studiyaları yeni film çıxaranda ilk olaraq mütləq Blockbuster ilə danışıqlara girirdi. Bir sözlə, Blockbuster əvəz olunmaz görünürdü. Ta ki, internet gözlənilməz dərəcədə böyüyüb, hər şeyi dəyişdirən bir gücə çevrilənə qədər. 2000-ci il, tarixi dəyişə biləcək bir görüş baş tutur. Gənc bir şirkət, Netflix, Blockbuster'ın ofisinə gəlir. O zaman cəmi bir neçə nəfərlik kiçik bir komandadan ibarət idi və DVD-ləri poçt vasitəsilə göndərirdi. Amma onların böyük bir təklifi var idi. Bizim şirkət 50 milyon dollara alın və gəlin rəqəmsal yayımı birlikdə inkişaf etdirək. Amma Blockbuster rəhbərliyi gülür. Bəli, düz eşitdiniz. Gülürlər. Son gülən yaxşı gülər deyimini unudurlar. Onlara görə Netflix uşaq oyuncağı idi və Blockbuster'ın CEO-su bu tarixi cümləni deyir. Bizim əsas işimiz mağazalardır. İnsanlar həmişə mağazalara gələcək. Bu Blockbuster imperiyasının ilk çatı və bütün hekayənin dönüş nöqtəsi olur. Zaman keçdikcə dünya dəyişir. İnternet daha da sürətlənir. DVD icarəsi artıq zəruri olmur. Rəqəmsal yayım yeni standart olur. Netflix, Blockbuster tərəfindən rədd edildikdən sonra öz yoluna davam edir. Onlayn platformaya keçir, aylıq abunəlik sistemi qurur. Texnologiyaya böyük sərmayə qoyur və yavaş-yavaş milyonlarla istifadəçi qazanır. Blockbuster isə hələ də köhnə dünyaya bağlı qalır. Mağazalarına güvənir. Onların əsas gəlir mənbəyi cərimə ödənişləri idi. Filmi vaxtında qaytarmayan müştərilərdən alınan pullar. Ancaq Netflix abunəlikdə cərimələri ləğv edir və bu addım bütün film sənayesini silkələyir. Bu minvalla 2010-cu ildə nəhəng imperiya çökür. Blockbuster müflis olduğunu elan edir. Netflix isə 2000-ci ildə 50 milyon dollara alınmaq üçün yalvaran kiçik bir startup. Bugün dünyanın ən böyük yayım platformalarından biridir. Dəyəri isə bir vaxtlar Blockbuster'ın xəyal belə edə bilməyəcəyi qədər böyükdür. Bu hekayədən çıxan dərs əslində çox sadədir. Uğur ən təhlükəli illüziyadır. Əgər dəyişmirsənsə, geridə qalırsan. Və bəzən düşünülməmiş bir qərar bütün imperiyanı yıxa bilər. Blockbuster uğura güvənib, dəyişməyərək məhv olan nəhəngin hekayəsidir. Uğursuzluğun uğurundan doğan bir dərs. Zamanla ayaqlaşa bilməyən liderlər tarixə qarışır. Bu ki danılmazdır.